Salam, hörmətli kanal izləyicilərimiz, Günəsmə Masadır qəsəbəsində Qurtuluş binalara yaxın belə bir gözəl bir 3 otaqlı evimizlə mən tanışdım. Evimiz bax gördüyünüz bax bütün əşyalar qalmaq şərti ilə hamısı da çox gözəl səhərlər saxlanılıb. Evimizdə kombi sistemi var, işlək vəziyyətdir. Əlavə İran peçi də qoyulub ki, ekonomi üçündür. Bax, kombisi var, işlək vəziyyətləri. Kanalitas xəttləri qaydasının qaz, su, işıq, optik, internet, kanalizasiya, sənədləri isə evində torpağın tam bir sənədləri qaydasında. Evimiz ümumiyyətlə 2 sot torpaq sahəsi üzərində inşa olunub və evimizin bax burada yataq otağı sağda mətbəx, solda isə evimizin sanitar qoşağıdır. Evimiz yaşayışlı evdir, bir daha xatırladımsa. Sanitar qoşağı sıfırla təchiz olunub. Və burada isə evimizin belə bir yataq otağı da burada mövcuddur. Yerləşmə çox gözəldir, yolu asfaltdır. 2 dənə marşrut xəttinə yaxındır. Qurtuluş parkına yaxındır. Və burada isə 3-cü otağı ilə mən tanışdım. Bu gördüyünüz bütün əşyalarımız hamısı qalacaq. Pəncərələrin ara məsafə saxlanılıb, 5 metrdən çox məsafə saxlanılıb. Hörmətli işıqlanması, havalanması yetərincə qədərdir. Bax, belə bir evimizin gözəl bir yataq otağıdır. Koridor sistemi də çox yetərincə genişdir. Solda isə evimizin mətbəxidir. Mətbəx də çox gözəl yığılıb. Bu qulava yığılıb, hörmətli kanal izləyicilərimiz. Bax, belə bir gözəl bir evimizin mətbəxidir. Bax, bütün gördüyünüz bu əşyalarımızı qalmaq şərtindən evimizin qiyməti 75.000 manata satışa çıxıb, sözsüz ki, arzulan endirim olunacaq. Evimizin həyət yan sahəsi bir daha xatırlayım, 2 sot ümumi torpaq sahəsi üzərində inşa olunub. Sol tərəfində, burada sol tərəfində yəni də, qarşı tərəfində yəni də ağac yürək üçün məsafə saxlanılıb. Həyətin arasında 3-4 dənə maşın daxil olur. İnşallah ev olmayan insanlar Allah Teala belə gözəl və qismət etsin. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxmış evlərlə birinci siz tanış ola biləsiniz.